Deməli, ABC üçbucağında AB tərəfi üzərində D nöqtəsi ilə götürülüb ki, BD-nin AD-yə nisbəti 2-nin 1-ədir. Ona görə bura 2K, AD-yə 1K yazırıq və AY medianı DC tərəfi ilə O nöqtəsində kəsişir. Burada nə edəcəyik uşaqlar? Y nöqtəsinin, baxın, DBC üçbucağına baxıram əvvəlcə. Y nöqtəsindən DC-yə paralel xətt çəkəcəm. Niyə paralel? Çünki AY mediandır. Median da bilirsiniz də bura orta nöqtədə, yarıya bölünür median. Bundan paralel çəkəndə, DC-yə paralel çəkəndə əslində getdiyi tərəfi də yarıya bölmüş olur. Orta xəttin tərifi nə idi? İki tərəfin orta nöqtəsini birləşdirəndə üçüncü tərəfə paralel xətt alırım. Ona görə paralel çəkirəm ki, o orta nöqtəyə getsin. Yəni BD-ni yarıya bölsün K və K hissələrinə. Burada K oldu, düzdürmü? İndi bu şəkli sileyim. A, burada olsun, qarışmasın F nöqtəsi. AFY üçbucağını çəkirəm. AFY. Xam, bura K'dır, burada K'dır. Buranın sahəsini bizə 20 verib. AOD üçbucağın sahəsi 20-dir. Bunlar artıq oxşar üçbucaqları, çünki bu orta xətti paraleldir bir-birinə. Balaca üçbucağın tərəfinin böyük üçbucağın tərəfinə nisbəti K böl 2K. Yəni 2-nin 1-ədirsə, deməli, balaca üçbucağın sahəsinin böyük üçbucağın sahəsinə nisbəti 1-in 4-ü olmalıdır. Yəni, bura 20-dirsə, böyük üçbucağın sahəsi 80-dir. Bu böyük üçbucağın sahəsi ümumi sahə. Ora 80-dir. Yəni, bu üçbucaq 80. Ora yazdıq 80. İndi bunu silirəm. ABY üçbucağını çəkirəm. ABY üçbucağında YF xəttini çəkdim. Buranın 80 tapdıq axı. Ümumi, baxın, buranın 80 tapmışıq biz, düzdür. Bura artıq K və K, yəni 2K'dır, bura K'dır. İndi bu üçbucaqlar yalnız tərəflərinə görə fərqlənir, oxşar deyirlər. Yəni, tərəfləri 1-2-yə nisbət edirsə, sahələri də 1-2 olmalıdır. Yəni, 80 2K'ya uyğundursa, K deməli 40-a uyğundur. Daha doğrusu K tərəfinə uyğun sahə 40-dır. İndi ABC üçbucağını çəksəm, bu AY mediandır axı. Median, baxın, AYB. Yəni, bax, buranı bütöv biz 80 üstəgəl 40, 120 cm aldıq. Median 2 bərabər sahəli üçbucağa böldüyünə görə burada 120-dir. Yəni, ABC üçbucağının sahəsi 240-dır.